Hər kəsə salam. Bugün sizinlə belə bir sual nəzərdən keçirəcəyik. Sual da bizdən doğru fikirləri müəyyən etməyimizi tələb edir. İlk öncə birinci bəndimizi oxuyaq. Deyir ki, xanaya düstur yazmaq üçün plus simvolundan istifadə olunur. Bu sual Excel bölməsinə aiddir. Xeyr, xanaya düstur yazmaq üçün bərabərlik simvolundan istifadə olunur. Gəlin bunu göstərək. Bərabərdir yazıram. 34 plus 45. Gördüyünüz kimi 79 dəyərini bizim üçün çap elədi. Və yaxud da ki, mən gəlib yazıram ki, burada A4 plus B7. Gördüyümüz kimi A4 və B7 xanalarının cəmini müəyyən elədi. Və yaxud da ki, mən orada qeyd etdiyi düsturu gəlib yazıram. Baxın, A4 plus B7. Baxın, burada mən bərabərliyi özü gətirib qoyur qarşısına. Yəni, burada bərabərlik işarəsi mütləq şəkildə olmalıdır. Mən bərabərdə qoymamışdım. Ona görə bir bizim üçün doğru deyil. Deyir ki, kontekst menünün klaviatura kombinasiyası Shift D. Düz deyil bu. Niyə? Bu ümumiyyətcə Windows 11 bölməsində əsasən öyrənilir bu kombinasiya. Shift F10-dur. Hal-hazırda burada sözü keçən işi yerinə yetirən düymə. Baxın, bu kontekst menü mausun sağ düyməsi ilə gəlib bu qovluğa klik eləsəm, görəcəm ki, həmin qovluğun, həmin proqramın kontekst menüsü və yaxud da ki, desktopun, iş masasının kontekst menüsü və yaxud da ki, faylın da kontekst menüsü mövcuddur. Hal-hazırda Shift F10 klaviaturasının mausun sağ düyməsini klik etmədən faylın üzərində klik etdim və nə etdi? Kontekst menüsünü açdı. Siz evdə də bunu nə edə bilərsiniz? Baxıb yoxlaya bilərsiniz. 3. Utilitlər əlavə xidmətlər göstərib əməliyyat sistemlərinin imkanlarını genişləndirən proqramlardır. Bəli, bu doğru fikirdir. Utilitlər bu software, yəni əməliyyat sistemi bölməsinə aiddir. Daha doğrusu proqram təminatı bölməsinə aiddir. Orada öyrənilir bu. Deməli, ümumiyyətcə utilitlərə antivirus proqramları, disk təmizləyiciləri, disk defraqmentasiyalar proqramları, arxivləşdirmə, arxiv açma, ehtiyat nüsxələri yaradan backuplar, daha sonra fayl menecərləri, bu kimi belə deyək də utilitlər daxildir. Bu da doğru fikirdir ki, əməliyyat sisteminin imkanlarını genişləndirir. 4. Ctrl və Tab xidməti klavişləridir. Bu da doğru fikirdir. Yoldaşlar, gəlin digər belə deyək də xidməti klavişləri nəzərdən keçirək. Bunları hətta sizə əyani göstərim. Deməli, Escape-dir, Tab-dır, Caps Lock-dur, Shift-dir, Control-dur, Alt-dır, Delete-dir, Backspace görə bilmirəm, Enter-dir, Shift-dir. Bunlar nədir? Xidməti klavişlərdir və həmçinin Backspace də xidməti klavişlərdir. Bir də var kursorun idarə olunma klavişləri. Kursorun idarə olunma klavişləri isə Home and Page Up, Page Down, sol, sağ, yuxarı, aşağı oxlardır. Əlavə olaraq funksional düymələr də var. Funksional düymələri isə F-N ilə aktivləşməlidir. Bir saniyə, niyəsə aktivləşmir. F11-dən F12-yə kimi olan düymələrdir ki, bu düymələr funksional düymələr sayılır. Bir dəqiqə. Aha, gördüyünüz kimi F11-dən F12-yə kimi funksional düymələrdir. Daha sonra deyir ki, printerlər ştrix kod və maqnetik olaq növləri vardır. Xeyr, yoldaşlar, bu yanlış fikirdir. Hal-hazırda ekranda gördüyünüz 2 dənə ştrix kod və maqnetik bunlar nə işlə məşğuldur? Bunlar skanerin növləridir. Birinci printerin növlərini müəyyən edək, sonra skanerin növlərindən danışacağım. Printerin növlərindən birinci gəlir matrisli, ikinci gəlir şırnaqlı, üçüncü gəlir lazerli, dördüncü gəlir termal. Buna termik də deyə bilərsiniz, termal da deyə bilərsiniz. Matrisli printerlər, iynəli printerlər deyirlər bunlara çox vaxt. Bunlar iynələr vasitəsilə kağız üzərinə çap işini yerinə yetirir. Şırnaqlı printerlər, bəzən bunlara injek printerlər də deyirlər, mürəkkəbi kağıza püskürtərək çap eləyirlər. Lazer printerlər
toz vasitəsilə, toner vasitəsilə, lazer texnologiyası ilə çap iş prinsipini həyata keçirir. Sürətli və daha keyfiyyətlidir. Termal printerlər isə istilik vasitəsilə çap prosesini həyata keçirilir. Bu printerin növləri idi. İndi isə gəlin skanerin növlərindən danışaq. Skanerin növlərindən bizim ən çox qarşımıza çıxanlar ştrix koddur. Hal-hazırda adını görürük. Maqnetikdir və görüntü skanerlərdir. Ümumiyyətcə, ilk öncə onu qeyd edeyim ki, bu hər iki sualın ikisi də hardware bölməsinə aiddir. Yəni, aparat təminatı. Deməli, bu nə deməkdir? Skanerlər giriş qurğulardır, printerlər çıxış qurğuları, bunu da əvvəlcədən qeyd edim. Ştrix kod skanerlər barkodların oxunması üçün, maqnetik skanerlər kart sistemi üçündür. Görüntü skanerlər isə vəsiqələrimizi, elektron formatları üçündür. Adətən vəsiqələr üçün istifadə olunur. Və onu da qeyd edim ki, skanerin aktiv imkanları var və onun aktiv imkanları DPI-dir. DPI 4 per inç deməkdir və bir düymə düşən nöqtələrin sayı deməkdir. Onu da qeyd edeyim ki, bir düym 2,54 santimetrdir. Beləliklə, bugünkü sualımızın izahının nəticəsində doğru cavabımız 3-4 oldu və digər sualları da ətraflı müəyyən edib analiz etdik. Sağ olun, sağlıqla qalın.